Dedi işdən gələrəm, gedib alarıq. Axşam saat 12 işləmiş gəldi, incimədik, getdik, aldıq, gəldik. Gəldim, hazırladım. Əsas odur ki, istəsin. Düzdür, biraz uşaqlarla bu vaxt aparan yeməklər hazırlamaq çox çətindir. Alırıq, gəlirik, başlayıram hazırlamağa. Orada mən gördüyüm videoda uzun kubik kəsir qoyur lavaşların içinə. Amma oradan keçirtdim ki, uşaqlar da rahatlıqla yesinlər. Amma belə daha dadlı olur. Amma fərqi yoxdur. Belə uşaqlar üçün daha rahatdır. Nəsə hazırlayıram. Amma görüntü olaraq biraz gördüyüm kimi alınmadı. Nəyə görə? Maraqlandım sonra. Holland pendiri ilə belə alınmır. Gərək mazerəli olsun. Nəsə buna da şükür. Burada uşaqlar ağlayır. Gecə saat 1 işləyir artıq. Qaynaşma, qarışma vəziyyətdə olaraq hazırladım. Gec də olsa. Yedilər nuşcanlığına. Burada oğlum mənə kömək eləyir, sağ olsun. Hər işdə mənə kömək eləyir. İnanın, heç bir işdə mənə of demir də. Sanki mənim sağ əlimdir. Suxariklə batırıram, pişirirəm. Amma nəsə suxariklə bəyənmədi uşaqlar. Dedilər, ana suxariklə batırmada, bəs tək özünü yumurtasız qızart. Elə elədim, yedilər. Nuş olsun. Çox sağ olun izlədiyiniz üçün. Bu arada neçə vaxt izləyicilərim yazır ki, bacı, niyə təmizlik videoları gəlmir? İnanın Allaha, uşaqlarla heç cür çatdıra bilmirəm. Əslində çəkmişəm. Adi bir dənə bu səsli videonu çəkməkdən ötürü inanırsınız. Bir gün gəlib kamera arxasını çəkim, paylaşım. Bir səsi yazmaqdan ötürü o qədər silirəm, yazıram. Deyərək səs yazanda da ətrafdan səs-küy olmasın. Uşaqlarla çətin məsələdir biraz. İnşallah böyüsünlər. Daha gözəl videolar gələcək. Əsas odur ki, siz izləmədə qalın. Siz mənə dəstək olun. Videolarımı bəyənin, takip edin, paylaşın, xoş sözlər yazın. Əsas odur. İnşallah gələcəkdə daha gözəl videolar olacaq. Daha gözəl planlar var ağlımda. İnşallah ən birinci əsas can sağlığı versin. Belə. Yəni burada da göz